Qeyd etdiyim kimi Dilyara Afandiyeva Bakı nümayəndə heyətinin tərkibində Yerevana gələn yeganə şəxs deyildi. Mən bu səfəri onun məqsədliyini, eləcə də bütövlüklə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh prosesinin bir neçə gün əvvəl Yerevandan Bakıya qayıdan siyasi şərhçi Fərhad Məmmədovla müzakirə edəcək. Məmmədov Azərbaycanın Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəridir. Salam cənab Məmmədov, dəvətimi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm və Yerevandan səfərindən danışaq. Siz bu yaxınlarda bir qrup Azərbaycanlı ilə birlikdə sülh gündəliyi ətrafında müzakirələrdə iştirak etmək üçün Yerevanda idiniz və rəsmi Bakı-Yerevan danışıqların mürəkkəbliyini nəzərə alsaq, cəmiyyətlər arasında dialoqun bu cür cəhdləri nə dərəcədə səmərəli oldu? Geniş ictimaiyyətə təqdim edilibdir. Bu istiqamətə vətəndaş cəmiyyətinin nümayəndələrinin də qoşulması və bu təşəbbüsə də dəstək verilmişdir. Yəni təşəbbüs Ermənistandan olan və Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələrindən gəldi və dövlət də, hökumətlər də bu prosesə dəstək verdilər. Çünki bildiyimiz kimi iki paytaxt arasında uçuş reysləri mövcud deyil. Üçüncü ölkələr vasitəsilə biz bir-birimizə qonaq gedirik və gedə bilərik. Amma bu proses iki tərəfli olduğu üçün məhz Bakıdan Yerevana birbaşa uçuş təşkil edilmişdir və bu istiqamətdə də əlbəttə hökumətin köməyi olmadan belə hadisələr mümkün deyil. Düşünürük ki, və Yerevanda da müzakirələrdə o istiqamətdə fikirlər oldu ki, belə görüşlər, belə təşəbbüslər davam etsin, bu müzakirələr daim keçirilsin və iki tərəfli formatda olsun. Bundan öncə 10 illiklərlə Azərbaycanlı və Ermənistandan olan vətəndaş cəmiyyəti nümayəndələri üçüncü ölkələrdə beynəlxalq təşkilatların təşkil etdiyi layihələrdə iştirak ediblər. Biz bir-birimizi illərlə, 10 illiklərlə tanıyırıq. Hal-hazırda da əgər bu zərurət varsa və sülh gündəliyinin geniş cəmiyyətlər tərəfindən düzgün qəbul edilməsinə ehtiyac varsa, vətəndaş cəmiyyəti nümayəndələri də bu işə qoşulmağa hazır olduqlarını bildirdilər. Sizin fikrinizcə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması baxımından bu səfərin ən böyük nailiyyəti nədir? Birincisi, səfərin özünün baş tutmasıdır və hal-hazırda biz bu səfərə reaksiyaları müşahidə edirik. Böyük əksəriyyət həm Azərbaycanda, həm Ermənistanda müsbət qarşılayır bunu. Əlbəttə, narazı olan kəsimlər də var və biz o istiqamətdə də öz müşahidələrimizi elə qurmuşuq ki, öyrənək görək bu narazılıq və yaxud skeptisizm deyirlər də. Bax, onun əsası nədən ibarətdir? Etimadın olmaması, inamın olmaması, böyük əksəriyyət, skeptiklərin böyük əksəriyyəti məhz bu motivlərlə əsaslandırır öz fikirlərini. Əlbəttə, bu istiqamətdə işləmək lazım olacaqdır. Daha fəal olmaq və düşünürəm ki, növbəti dəfə bu mövzuda müzakirə ediləcəkdir. Çünki biz çalışırıq cəmiyyətlərimizi narahat edən mövzular ətrafında öz müzakirələrimizi quraq. Və Ermənistana, Bakıya apardığınız əsas narahatlıqlar nələrdir? Bu haqda biz danışmışıq ki, müzakirə olunan mövzular bu haqda biz məlumat verməyək. Çünki gələcəkdə artıq razılaşdırılmış məsələləri biz geniş ictimaiyyətə təqdim edəcəyik. Bu demək deyil ki, bu hansısa sir var burada. Sadəcə olaraq ilk görüşlər olduğu üçün biz öz işimizi, təmaslarımızı təşkil etməliyik, qaydalar formalaşdırmalıyıq və bu onsuz da arasında etimad mövcuddur. Amma bu işin təşkili ilə bağlı ayrı bir
belə deyək, səviyyəli bir etimad formalaşdırılır. Amma əmin ola bilərsiniz ki, həm Azərbaycan nümayəndə heyəti, həm Ermənistan nümayəndə heyəti hər iki cəmiyyəti narahat edən məsələləri tam olaraq təqdim edir. Və sizin nümayəndə heyətiniz tərkibində 2022-ci ildə Laçın dəhlizindəki ekoloji aksiyada iştirak ilə tanınan Dilyara Afandiyeva var idi. Həmin vaxt o hətta təcili tibbi yardım maşınlarının Artsakın ağrı xəstələrinin Ermənistana aparılmasına icazə vermirdi. Bugün siz faktiki olaraq cəmiyyətlərinin barışığı prosesi ilə aparılan rolunu öz üzərinizə götürürsünüz. Hesab etmirsiniz ki, belə bir şəxsin İrəvanda olması diyaloqa ziyan vurur və erməni tərəfin hisslərini təhqir edir. İlk öncə onu bildirək ki, Azərbaycan tərəfi Ermənistandan olan nümayəndə heyətinə hər hansısa bir müdaxilə etmir. Və eyni zamanda Ermənistan tərəfi də Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə müdaxilə etmir. Yəni bu, hər iki tərəfin müstəqil şəkildə formalaşdırdığı nümayəndə heyətləridir. Və bunlar təşəbbüskarlar tərəfindən müəyyən edilibdir. Bu birincisi. İkincisi, Dilarə xanım 10 illiklərlə Ermənistan-Azərbaycan dialoq platformalarının iştirakçısı olubdur. Vətəndaş cəmiyyətinin fəal nümayəndəsidir və bu istiqamətdə çox geniş təcrübəyə malik olan şəxsdir. Dördüncü məqam ondan ibarətdir ki, Dilarə xanım vaxtı ilə həmin bu Qarabağ ermənilərinin reinteqrasiya prosesində fəal rol oynayıbdır və məhz onun telefon nömrəsi Qarabağ ermənilərə təqdim edilmişdi ki, onlar reinteqrasiya olunmaq istədikləri dövrdə məhz vətəndaş cəmiyyətinin nümayəndəsi olan Dilarə xanımla əlaqə saxlaya bilərlər. Anti-erməni ritorikası və əməlləri ilə tanınan bir şəxsin belə həssas dövrdə Ermənistana göndərilməsi və bununla da anti-Azərbaycan əhval-ruhiyyəsi dərinləşməsi tövbə verməsi nə dərəcədə məntiqi uyğundur? Dilarə xanımda anti-erməni ritorikası olmayıbdır. Dilarə xanım Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və ermənilərin Qarabağda qalıb Azərbaycan vətəndaşı kimi öz həyatlarını davam etməsi istiqamətində işlər görübdür. Onu fərqli cürə təqdim edən dairələrdən bu sualı verə bilərsiniz. Sizcə Ermənistan və Azərbaycan arasında tam sülhün bərqərar olmasına hazırda mane olan əsas 3 mane nədir? Belə deyək də, siz sülh deyəndə biz nəyi nəzərdə tuturuq anlamalıyıq. Hal-hazırda münaqişə dövrünə son qoyulubdur. Yəni sülh gündəliyi mövcuddur və tam şəffafdır. İkinci məsələ odur ki, sülh sazişinin imzalanması ilə bağlı müəyyən şəffaflıqlar Azərbaycan səsləndirir. Ermənistan də özünün formalaşdırdığı sülh gündəliyi mövcuddur. Harda ki, Azərbaycanın gözləntiləri nəzərə alınıbdır. Yəni bu, Azərbaycanın gözləntilərinə cavab olaraq eyni zamanda Ermənistan hökumətinin suveren qərarıdır. Yəni, birgə bəyannamədə qeyd edilibdir ki, Naxçıvana maneəsiz yol olacaqdır. Bu, Azərbaycan üçün Azərbaycanın gözləntilərinə olaraq həyata keçirilibdir Ermənistan hökuməti tərəfindən. Eyni zamanda konstitusiya ilə də bağlı. Digər tərəfdən biz qeyd etməliyik ki, sülh sazişinin paraflandığı, amma imzalanmadığı bir dövrdə artıq uzun müddətli sülh üçün addımlar atılır. Yenə də nümunə kimi Ermənistan yüklərinin Azərbaycan üzərində tranzitinə qadağanın aradan qaldırılması. Yəni bu istiqamətdə də addımlar atılır. Maliyyələrə gəldikdə isə onlar fərqli dövrdə fərqli maneələr olubdur. Və bu istiqamətdə Azərbaycanın və Ermənistanın fərqli fikirləri mövcud olubdur. Hal-hazırda bu maneələrdən danışanda biz əlbəttə xarici maneələr və daxili maneələr nəzərdə tuturuq. Əgərləri münaqişə bitibsə və dövlətlər
sülh gündəliyini qəbul edibsə, deməli bu maneələri də hansı ki, Azərbaycan hesab eləyir və yaxud Ermənistan hesab eləyir, bunu birgə dəf etməyə də bacaracaq. Qarabağ əhalisinin məcburi köçkün olmasından və sizin bu hadisəni antiterror əməliyyatı kimi adlandırmasından sonra rəsmi Bakı Ermənistan cəmiyyətində etimad qurmaq üçün hansı addımları atmağa hazırdır? Belə deyək də, Qarabağdan ermənilərin köçündə günahkarlar Azərbaycan hökuməti deyil. Onlara qarantiyaları və onlara Azərbaycana qarşı mübarizə aparmağa sövq edən dairələrdir. Və ilk növbədə həmin dairələrdən bu sual verilməlidir. İkincisi, humanitar tərəfini Azərbaycanda vaxtı ilə yaşayan ermənilərdir və Ermənistanda vaxtı ilə yaşayan azərbaycanlılardır. Bu istiqamətdə biz bu məsələləri hər hansısa bir regionda yaşayan azərbaycanlıları və yaxud erməniləri xüsusi seçməməliyik. Digər tərəfdən, əgərləri bu məsələlər hal-hazırda və yaxın gələcəkdə həll oluna bilmirsə, onların yaşadıkları dövlətlərdə, yəni əgər Ermənistandan olan azərbaycanlılar Azərbaycanda yaşayırsa və Azərbaycanda vaxtı ilə yaşayan ermənilər Ermənistanda yaşayırlarsa, onların güzaranını təmin etmək lazımdır. Digər tərəfdən, sülh gündəliyində dövlətlər arası münasibətlər müzakirə edilir və əgərləri artıq qərarlar qəbul edilirsə ki, münaqişə dövrü bitir və yeni dövr açılır, burada əlbəttə ki, etimadın yüksəldilməsi istiqamətində addımlar atılmalıdır. Növbəti məsələ sərhədlərin müəyyən edilməsi və nəqliyyat kommunikasiyaların açılmasıdır. Burada da ilkin razılıqlar var və iş gedir ki, bu TRIP layihəsi vasitəsilə bu yolların açılması baş tutsun. Və yenə də o birisi addımlar da var. Yenə də yada salım, Azərbaycan prezidentinin Qazaxstandakı bəyanatı erməni yükləri ilə bağlı. Bizim Ermənistana səfərimiz, bunlar hamısı cəmiyyətlərin etimadının bir-birinə qarşı etimadın artırılmasına xidmət edir. Hər halda mən sizinlə həmfikir deyiləm və ümid edirəm ki, hansısa mərhələdə Ermənistan və Azərbaycan cəmiyyətləri eyni istiqamətə baxa biləcəklər. Çünki bu an mən bunu təəssüf ki, görmürəm. Xanım Dilaranın İrəvandakı iştirakını və bu o qədər də sülhpərvər addım hesab etmirəm. Hər halda müsahibə dəvətimi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Əgər sülh bizə tətbiq edilirsə, o zaman bir-birimizlə danışmağa çalışmalıyıq. Bu, bəzən mümkün olmur ya da bəlkə də reallıq budur ki, biz sülh quruculuğu siyasəti ilə bağlı aşağı səviyyədəki qavrayışları nəzərdən keçirməliyik. Sadəcə Vaşinqtonda, Astanada və ya digər paytaxtlarda səslənən sözlərlə kifayətlənməməliyik.